Azərbaycanda demokratiya, insan haqları sahəsində layihələr həyata keçirən qeyri-hökumət təşkilatlarının nümayəndələrinin məhkəməsi başlayır. Artıq yekunlaşmış istintaq bu qeyti iş üzrə sübut adına nə ortaya qoya bilib? Əsasən, seçki monitorinqi sahəsində fəaliyyət göstərən Bəşir Süleymanlının hüquqlarını istintaq vaxtı müdafiə edən Fariz Namazlı bildirir ki, İstintaq orqanının ortaya qoyduğu iddia odur ki, xidmət qarşılığında alınan ödənişlər üçün qrant müqaviləsi bağlanmalı idi və bu qrant müqaviləsi kimi qeydiyyatdan keçməli idi. Lakin bu ödənişlər xidməti müqavilə əsasında edilib. Məsələn, Bəşir Süleymanlı bu Alman Marşal Fondunun regional əməkdaşlıq üçün Qaradəniz Təşkilatı tərəfindən ona xidmət müqaviləsi ilə pul vəsaiti daxil olub banka. Yəni çünki bank hər hansı bir müqavilə olmadan daxil olan pul vəsaitini vermir. Pul vəsaitində Bəşir Süleymanlı həmin o layihə üzrə müxtəlif istiqamətlərə xərcləyib. Yəni həm əməkdaşlara əmək haqqı verib, icarə müqaviləsi və s. Amma istintaq hesab edir ki, yox, bu xidmət müqaviləsi deyil, bu qrant müqaviləsi olmalı idi, qeydiyyatdan keçirməli idi. Qeydiyyatdan keçirmədiyinə görə daxil olmuş vəsait, yəni qanuni vəsait deyil, bu cinayət yolu ilə əldə olunmuş pul vəsaitidir. Amma bunun əsasını təşkil edən halları göstərmir. Sadəcə göstərir ki, bu cinayət yolu ilə əldə olunub. Və pul vəsaitini də bu müxtəlif istiqamətlərə xərcləyibsə, deməli bunu legallaşdırıb, yəni bu da əlavə 193-cü maddənin təkmilini yaradır. Fariz Namazlı deyir ki, Azərbaycan qanunvericiliyi xidməti müqavilə əsasında xidmət göstərməyi qadağan eləmir. Hüquqşünas bildirir ki, vergilər və bütün digər sosial ödənişlər də edilib. Parlamentdə İnsan Haqları Komitəsinin üzvü Razi Nurullayev deyir ki, bu şəxslər ona görə vəsaiti xidməti müqavilə əsasında legallaşdırıblar ki, qeyti haqqında qanun təxminən 10 il əvvəl sərtləşdi və tədricən xaricdən qrant almaq da mümkünsüz oldu. Ona görə də vətəndaş cəmiyyəti nümayəndələri xidməti müqavilə əsasında çalışmaq növünə məcburiyyətdən gediblər. Qanunvericilik səviyyəsində mən bunu ciddi, böyük bir, yəni həbs yaradacaq qanun pozuntusu kimi dəyərləndirə bilmərəm. Mən istərdim ki, ümumiyyətlə Azərbaycanda qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətinin üsullarının fəaliyyəti üçün şəffaf bir mühit yaradılsın. Qoy onlar xarici fonlardan da pul alsınlar və s. əlaqədar qurumlar var və onlar da nəzarət etsinlər ki, onun şəffaf şəkildə həyata keçirilməsinə, maliyyənin xərclənməsinə, layihə missiyasına sərf olunmasına nəzarət etsinlər. İstənilən halda bu həm dövlətin nəzarətində olar. Dövlət bilər ki, bu pulu kim verdi, nə üçün verdi, nə məqsədlər üçün xərclənir. İkincisi isə təbii ki, həmin layihələrdən də müəyyən dövlətin büdcəsinə vergilər ödənəcək və həm də bu iş yerləri yaradır. Azərbaycanda xaricdən qrant alan qeytələrə qarşı əməliyyatlar 2014-cü ildən başlamışdı və bir qrup qeyti rəhbəri həbs edilmişdi. Eyni iş üzrə həbslər yenidən 2024-cü ildə başladı. Qeyti iş üzrə təqsirləndirilən vətəndaş cəmiyyəti fəallarına cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlaki vəzifə səlahiyyətlərindən istifadə etməklə təkrar legallaşdırma, vəzifə səlahiyyətlərindən sui istifadə və vəzifə saxtakarlığı kimi maddələrdə ittihamlar verilib. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub. Qeyti iş üzrə toplam 15-ə yaxın vətəndaş cəmiyyəti təmsilçisi cinayət məsuliyyətinə cəlb olunub. Onlardan Vətəndaş Hüquqları İnstitutu İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlı, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay, ictimai fəal Asif Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə həbs olunublar. Sosial Hüquqlar Mərkəzinin hazırda ölkədən kənarda olan rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə haqqında sözü gedən cinayət işi üzrə həbsli axtarış qərarı verilib. Digərləri haqqında isə alternativ qətimkan tədbiri seçilib. Bunların sırasında Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, ABŞ-ın Alman Marşal Fondunun Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli və başqaları da var. Təqsirləndirilən qeyti təmsilçiləri ittihamları qəbul eləmirlər, heç bir cinayət törətmədiklərini bildirirlər.